Yenə də Allah rəhmət eləsin. Işıqlı Qərbəstanlığında yox. Burada köhnə Qərbəstanlıq deyil. Yer burada qədim qəbirlər var. Bu qəbirlərdən biri bax budur. Burada çoxdur. Qədim qəbirlər çoxdur. Buralıq hamısı demək olar ki, Qərbəstanlıqdır. Allah hamısına rəhmət eləsin. Burada da ola bilər alimlər olub, həkimlər olub, bax hamısı köhnə qəbirlərdir. Kürdəmir rayonu Işıqlıq Qərbəstanlığıdır. Demək olar ki, burada bəlkə də kiminsə burada qohum əqrəbəsi var. Hamısı bu insanlar Kürdəmir sakinləri olublar. Köhnə qəbirlər çoxdur, həddindən artıq. Və burada bir möhtəşəm bir günbəz deyirik buna biz. Belə bir günbəz var. Çəkib onu da işıqlandıracaq. Bura ola bilər ki, buranın yiyəsi olub. Dəqiq bilmirəm, indi bəlkə də bilənlər rəydə yazsınlar kimindir bu qəbir. Ola bilər yadımdan çıxıb, bilsəm də yadımdan çıxıb, Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Burada uyuyan hər kimsə qəni-qəni rəhmət eləsin. Ola bilər kimsə şehiddir, ola bilər bu yerin yiyəsi olub. Nə deyək? Gəldik, ziyarət edək sahib qardaşımı. Bəli. Burada yazılar var, oxuyacaq. Sizə təqdim edəcək. Qəbir Şeyx Zərbəli bin Şeyx Osmanındır. 1320-ci il Hicri ilə 1904-cü il və 1905-ci il Hacı Şeyx Zərbəli, Şeyx Həsən Zərbəli evlatlarındandır. Hacı Şeyx Zərbəli Mövlana İsmail Siracəddinin Şirvaninin davamçılarındandır. Bəli, bəli. Allah rəhmət eləsin. Mən daim gəlmişəm, amma girməmişəm buralığa. Gəldim, Allah böyük qismət elədi. Gəldik, ziyarət elədik. Evliya, dostlarım, Allah dostlarım. Allah rəhmət eləsin. Bəli, bu qəbirdə Hacı Şeyx Abbas İbni Hacı Şeyx Zərbəlinindir. Bəli, Allah rəhmət eləsin. Allah rəhmət eləsin, ruhları şad olsun. Demək olar ki, bu günbəzin ətrafında çox insanlar dünyasını dəyişib. Yəni, qədim qəbirlər burada çoxdur. Fikir verirsiniz, yəni qəbirlər necə də ki, o zaman keçdiksən, yəni bax, bu formaya düşür. Yəni, həddindən artıq çox qədim vaxtlara gəlib çıxır bu ziyarətgah. Allah rəhmət eləsin, Seyyidimizə ruhu şad olsun. Ətrafında da belə qəbirlər var. Yəni ki, dünyasını dəyişmiş insanlardır. Bax, belə çəkəcəm. Yəni, görməyənlər də inşallah gəlib həmin bu yerləri ziyarət eləsinlər, yəni görsünlər. Borcumuzdur bizim. Belə bir qəbirlərdir. Allah rəhmət eləsin. Baxın. Şahid edəcək. Görün. Görün, bax. Həyatın sonu budur. Bugün biz gəlib ziyarət edirik. Boynumuzun borcudur ki, ziyarət edək. Bu çəkiliş vasitəsilə sizlərə təqdim edirəm. Yenə də hər birinizi Allah ölənlərinə rəhmət etsin. Baxın, rəylərinizi yazın. Bəlkə də bizim bilmədiyimiz şeylər çoxdur. Xahiş edirəm, bu verilişə baxanda da rəylərinizi yazın. Bilməmək odur ki, nə isə bilmirik. Yəni, bilməmək günahdır. Xahiş edirəm, bilənlər bu haqda yazsınlar. Bizim üçün də çox xoş olar. Bax, belə. Bunu edirlərmiş bu qəbrin üstün formada.
su olur, quşlar gəlib su içməkdən ötürü belə bir şeylər edirlərmiş qəbirlərdə. Yəni yazsınlar, bilmədiyimiz şeylər falan bizim çoxdur. Babaları Pəhlivan Qara Rüstəm. Qara Rüstəm belə deyək. Bu da Eldar Pəhlivandır, Allah rəhmət eləsin. Kürdəmirin fəxri olub. Bu da ki Sultanov Mahir Eldaroğlu, yəni bu cəngavərimizi bəli, hər birimiz tanıyırıq bu cəngavər oğlumuzu. Allah rəhmət eləsin Mahir qardaşımıza da. Bəli. Belə. Yenə rəylərinizi yazın. Bilmədiyimiz şeylər bəli çoxdur. Xahiş edirəm buradan bacı qardaşlardan, köhnə kişilərdən, buna baxanlardan bir rəy yazsınlar. Bax belə qəbirlər də var. Allah hamısına rəhmət eləsin. Bu qədər daha çəkilişimizi saxlayırıq. Allah rəhmət eləsin. Sağ qardaşım deyir, bunu da çək. Allah rəhmət eləsin. Belə qəbirlər var. Çəkək, işıqlandıraq. Ruhları şad olsun. Yerdə qalanlara da can sağlığı, Allah'tan can sağlığı. Sağ olun, rəy yazmağı unutmayın. Bacardığınız qədər rəy yazın. Qoy biz də bilə gün kimlərdir, kimlər olmayıb. Bəli axı, sağ olun, hər birinizi bağrıma basıram, öpürəm. Rəylərinizi yazmağı unutmayın. Allah'ın amanı.